اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين وبارئ الخلائق الأجمعين، والصلاة والسلام على سيدنا ونبينا حبيب إله العالمين وطبيب نفوسنا أبي القاسم محمد وآله الطيبين الطاهرين المنتجبين، واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الله تعالى في كتابه الكريم: بسم الله الرحمن الرحيم. يا أيها الناس كلوا مما في الأرض حلالا طيبا. صدق الله العلي العظيم. Eyyuhel mu'minun, usikum ve nefsi bi tekvallah. Əziz möminlər, sizləri və özümü bu mübarək cümə günündə ilahi təqvaya dəvət edirəm. Səfər ayının ilk cümə gününü Allah Teala hər birimizə inşallah bağışlanmaya, xeyirlərə vəsilə qərar versin. Bu günün rəhmətini, bərəkətini, məğfirətini hər birimizə Allah Teala nəsib eləsin. Şəhidlərimizə, dünyasını dəyişənlərimizə, mömin-möminata rəhmət eləsin. Dualarımızın qəbulluğuna Peyğəmbər, Ali Peyğəmbərə salavat zikr edək. Allahümme sallallahu. Bugünkü xütbəmizin mövzusu, ilk mövzusu halal ruzi qazanmağın əhəmiyyəti barəsindədir. Həmçinin İslamın İqtisadi ədalət prinsipi barəsindədir. Yəni, əvvəla qazanılan qazancın, boğazımızdan keçən tikənin halallığı barəsində Allah Teala'nın və dinimizin bizlərə buyurduqları əmri haqqında danışacağıq və eyni zamanda dinimizdə, İslamda iqtisadi ədalətin bərqərar olunması, hansı vasitələrlə necə bərqərar olunması barəsində Allah Teala'nın bizə buyurduğu vəsflər, tövsiyələr və əmrləri barəsində inşallah sizinlə bölüşərik. Ümumiyyətlə, İslam dini yalnız etiqad, iman və ibadət sahəsində deyil, həm də iqtisadi məsələlər və ictimai əlaqələr, münasibətlər barəsində öz ümmətinə, Peyğəmbər ümmətinə göstərdiyi əxlaqi dəyərlər və qaydalar prinsipi vardır ki, bunun haqqında da Qur'an-ı Kərimdə Allah Teala bizə geniş izahat verir. Ki, Qur'an-ı Kərim və Peyğəmbər sallallahu aleyhi və səlləm hədisləri göstərir ki, halal ruzi insanın imanının təməl sütunlarından biridir. Yəni, İnsan evladı bir Allah Teala'nın əmrinə, dininə etiqad göstərib iman gətirərsə, o etiqadda, o imanda doğru dürüst qalmaq üçün ilk öncə yediyi ruziyə, yəni öz bədənini saxlamaq üçün qidalandığı qidaya baxacaq. Ona görə Allah-u Teala Qur'an-ı Kərimdə də buyurur ki: فَلْيَنْزُرُ الْاِنْسَانُ اِلَى طَعَامِهِ. İnsan evladı öz yeməyinə, təamına fikir verəcək ki, nə yeyir? Yəni, yediyi təam insanın etiqadına, imanına təsir edir, davranışlarına təsir edir, insanın yaşayışına, Allah Teala'ya olan abidlik, yəni qulluğuna təsir edir. Bu mənada Allah Teala bizlərdən halal ruzi yeməyi tələb edir. Qur'an-ı Kərimdə bayaq oxuduğum ayət-i kərimədə Bəqərə surəsinin 168-ci ayəsində buyurduğu kimi: Bismillahirrahmanirrahim. Ya eyyuhən nas. Ey insanlar. Təkcə buyurmur, ey iman gətirənlər. Buyurur ki, ey insanlar. Bütün insanlığa Allah Teala müraciət edir ki, hər biriniz kulu mimmə fil ardı halalen tayyibən. Hər bir insan yer üzərində yaşayan, dünyaya gələn hər bir bəşər övladı
halal və pak olanlardan yeməlidir. Yəni o deməkdir ki, iman gətirən halalını yesin, biz isə haram malı, haram yiyəcəkləri kafirlərə sataq. Bu şəriətimizdə də haramdır, qəbul olunmur. Yəni bir haramı nəinki bir müsəlmana, hətta qeyri-müsəlmana belə rəva görə bilmərik. Bunu Allah Teala bize haram edir. Çünkü Allah Teala istəyir ki, bütün insan övladı halal ruzi ilə qidalansın, pak ruzi ilə qidalansın. Və halal ruzi, pak ruzi mənəvi paklığın şərtlərindəndir. Yəni insan övladı halal yeyə bilsə, halal yesə, mənən paklanması onun üçün asan olacaq. Onun qıldığı namazlar, tuttuğu oruclar, verdiği zəkatlar, etdiyi ibadətlər qəlbinin nuraniləşməsinə asanlıqla səbəb olacaq. Amma haram yeyilən, bətindən olan, qəlbə edilən ibadətlərin, qılınan namazların qəlbə olan təsiri olmayacaq və yaxud çox cüzi miqdarda olacaq. Ona görə qəlbimizin nuraniləşməsini istəyiriksə, ibadətlərdən öncə yediyimiz ruziyə fikir verəcəyik. فَلْيَنْزُرُ الْاِنْسَانُ ilə taamihi. Bu ayət-i kərimədə də buyurur Allah Teala. İnsan övladı buyurmur mümin, buyurur insan. Bütün insanlar yediği yemeğe fikir verecek, dikkat edecek. Yediği yemeği eğer seçebilse, halallıkla kazanabilse, insanlıkta, beşeriyet arasında biri-birine karşı nifak yaranmaz ki, muharebe yaranmaz ki, nəfsindən irəli gələn o təhrik edici, necə deyərlər, məsələlər, yəni birini o birisinin malında gözü olmaz ki, bu qədər dünyada baş verən müharibələr baş verməz ki. Ona görə insan övladını Allah Teala halal yeməyə dəvət edir. Hz. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu barədə buyurur, Kullu ləhmin nəbətə minəs-suhti fənnəru avlə bihi. Buyurur ki, haram maldan yetişən hər ət parçası, yəni haram maldan əmələ gələn hər bir hüceyrə, ət parçası deyəndə, yəni hətta kiçik bir hüceyrə üçün cəhənnəm daha layiqdir. Cəhənnəm daha layiqdir deyə Hz. Resulullah buyurur. Deməli, haram gəlir yalnız insanın hətta özünün deyil, özünün davamı olan övladlarının da mənəviyyətini korlayan və fəsada sürükləyən bir səbəbdir. Bu səbəbdən halal ruzu təkcə fərdi məsələ deyil. Yəni insanların təkcə fərdi məsələsi deyil. O eyni zamanda övladlarına da təsir elədiyi üçün ictimai bir məsələdir, sosial məsələdir, gələcək nəsillərə təsir edən məsələdir. Keçən dəfələr də bu barədə danışıldı ki, haram ruzi ilə övladlarını qidalandıran valideynlər özləri üçün əzaba hazırlıq görürlər bu başdan. Yəni, istər qəbr dövründə, bərzəx aləmi dövründə, istər qiyamət günündə haram yedizdirdikləri övladlarından xeyir əməl gözləməsinlər, salih əməl gözləməsinlər. Bu barədə Allah Teala bizə və bizimlə bərabər bütün insanlığa halal yeməyi, pak yeməyi əmr edir. Halal yeməyi bir var haramlardan azad olan, mübah olan yeməyi Allah Teala əmr eləməklə bərabər hər kəsin qazancından sailin və məhrumun haqqı olan o haqqı əda etməməklə halalın çirkaba və yaxud harama çevrilməsi məsələsi də var. Ki Allah Teala hər bir qazancdan məhrumun, müstəhəqqin haqqı olduğunu bizlərə bəyan edir ki, o müstəhəqqin, yəni ehtiyac sahibinin haqqını ödəməklə öz halaldan belə qazandığımız nə olsun? Paklaşsın, təmiz olsun. Allah-u Teala ümumiyyətlə iqtisadiyyatda, İslam iqtisadiyyatında, yəni ümumiyyətlə cəmiyyətin iqtisadi həyatında əsas prinsiplərinin birinin ədalət olduğunu buyurur. Buyurur Nəhl surəsində buyurduğu kimi Bismillahirrahmanirrahim İnnallaha ya'muru bil adli vel ihsan. Həqiqətən Allah Teala ədaləti və yaxşılığı əmr edir. Ədalət dedikdə biz yalnız məhkəmə sistemində və yaxud fərdi münasibətlərdə ədalət
gözləməyəcəyik. Təbii ki, orada da ədalət şərtdir, vacibdir. Amma eyni zamanda ədalət həm də iqtisadi həyatda da olmalıdır. Bu mənada zənginlərin sərvəti kasıbların boynunun yükü olmamalıdır. Yəni zənginlər kasıbların hesabına zənginlik, sərvət yığmamalıdırlar ki, onların hesabına sərvət toplayıb, amma kasıbların haqqını ödəməsinlər. Sərvət yalnız bir zümrənin əlində toplanmamalıdır. Necə ki, Allah-u Teala Qur'an-ı Kərimdə xəbərdarlıq edir, buyurur ki, Key la yekunu duleten beynel əğniyai minkum. Həşr surəsinin 7-ci ayəsində buyurur ki, sərvət yalnız aranızdakı varlıların əlində dövr edən bir şey olmasın. Yəni, zənginlik, var dövlət bir zümrənin əlində toplanmasın. Bu zənginliyi Allah Teala təkcə bir zümrə üçün əta eləməyib. Nə də kasıblıq, necə deyirlər, insanların məcburi taleyi deyil. Bu məcburi tale deyil. Allah Teala zənginlərə əmr edir ki, kasıbların halına yansınlar. Onların çətinliyi, sıxıntısı olanlara öz mallarından infaq eləsinlər. Bu, əslində o kasıbçılıq zənginlərin haqsız davranışlarından qaynaqlanan məsələdir. Haqsız davranışdan qaynaqlanır. Əgər haqsız davranış olmasa, Həzrəti Əmir Əl-Mömin əleyhissalamın buyurduğu kimi, buyurur ki, Allah Teala zənginlərin ruzisində kasıbların payını müəyyən eləmişdir. Yəni, kasıbların payı əslində zənginlərin ruzisindədir. Əgər varlılar bu payı özü-özünə yerinə yetirsəydilər, dünyada kasıblıq qalmazdı. Yəni, zənginlər, kasıbların payı ki, onların haqqındadır, onların sərvətindədir, onları haqqına, haqq sahibinə versəydilər, yer üzərində kasıb qalmazdı. Yer üzərində bir kasıb qalmazdı. Bu mənada deməli, kasıblıq tali deyil, məcburi tali deyil. Kasıblıq deməli, bir zümrənin, digər zümrənin iqtisadi, necə deyirlər, rıçaqlarını sömürməkdir, əldə eləməkdir. Bu mənada deməli, hər bir zənginin ətrafında olan kasıblar üzərində böyük bir məsuliyyəti var. Və iqtisadi ədalət Allah Taala'nın da bizdən tələb elədiyi ədalət prinsiplərində biri də budur. Müsəlmanların biri-biri qarşısında, bir-birinin yanında olan məsuliyyətlərini hiss eləməkləridir. Yəni, sərvət tamamilə şəxsi mülkiyyət deyil. Yəni, bir insan bir mal toplayıb, sərvət toplayıb, bizneslə, müəyyən vasitələrlə bunu şəxsi malı hesab eləməməlidir. Onda ictimai və ilahi bir pay mövcuddur. Həm bir ilahi pay var, həm də bir ictimai pay var, yəni insanların payı var. Allah Teala bu haqqı zəkatla, xumsla, infaq və sədəqə kimi dini göstərişlərlə zəmanət altına almışdır. Allah Teala kasıbların haqqını bax bu ilahi əmirlərlə, zəkatla, xumusla, sədəqə və infaqlarla kasıbların haqqını zəmanət altına alıb. Ki, İslam iqtisadiyyətinin də fərqi ilə bundan ibarətdir ki, sərvət yalnız fərdi mülkiyyət sayılmır. Ki, sərvət insan övladına bəxş edilmiş ilahi bir əmanətdir. Allah Teala'nın bir əmanətidir. Necə ki, Allah Teala buyurur, Bismillahirrahmanirrahim, və fi əmvalihim haqqun lis-saili vəl-məhrum. Onların mallarında saillər üçün və məhrumlar üçün haqq vardır. Təsəvvür edin, imkanı olanın, bir zənginin malında sailin və məhrumun haqqı var. O da elə sanır ki, elə mənim qazandığım mənimdir. Amma qiyamət günündə qarşısına başqa bir mənzərə çıxar. Qiyamət günündə Allah Teala Qur'an-ı Kərimin bu ayət-i kəriməsini hüccət gətirər, dəlil qoyar o insanların qarşısında. Aha, Allah Teala bu haqqı bəyan edib, dəyişməyən bu haqqı qiyamət gününə qədər bəyan edib. Biləsən ki, sənin malının üzərində kasıbın və fəqirin haqqı var. Onu əda eləmədikcə, halaldan qazansan belə, yediyin ruzi harama çevirilər, pak olmaz. Allah bizə pak yeməyə əmr edir. O mənada Allah-u Teala
bizlərə zəkatı və xumsu ödəməyi hər birimizə nəsib eləsin. Ətrafımızda olan ehtiyac sahiblərinə ehtiyaclarını ödəmək üçün üzərimizdə olan haqqı əda eləməyə hər birimizə nəsib eləsin. Həzrət Rasulullah buyurur sallallahu aleyhi və səlləm, kim malının zəkatını verməsə, qiyamət günü zəkatını vermədiyi malı üçün ona əzab olunar. Zəkat verilməyən mala görə qiyamət günü ona əzab verirlər. Baxmayaraq ki, müsəlmandır. Və yaxud Qur'an-ı Kərimdə Allah-u Teala buyurur, yəni malından xəsislik eləyib zəkat verməyənlər üçün Allah Ali İmran surəsinin 180-ci ayəsində buyurur ki, وَلَا يَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آتَاهُمُ اللّٰهُ مِنْ فَضْلِهِ هُوَ خَيْرًا لَهُمْ بَلْ هُوَ شَرٌ لَهُمْ buyurur ki, Allah Teala'nın öz lütfündən onlara verdiyi şeydə, yəni öz lütfündən verdiyi malda, sərvətdə xəsislik edənlər bunun onlar üçün xeyirli olduğunu zənn eləməsinlər. Allah Teala birinə bir sərvət verib, aramızda olanlardan birilərimizə müəyyən imkanlar, sərvət və yaxud mal, zənginlik fəziləti verib. Yəni, o başqalarından fərqlənib maddi cəhətdən. Və o maldan digərləri üçün, ehtiyac sahibləri üçün xəsislik edib verməməklə öz malının çoxluğuna, öz malının artıq qalmasına və yaxud artmasına görə xeyirli hesab eləməsin. Mən vermədim, malımdan vermədim, malımdan artar. Xeyr, buyurur ki, verilməyən xəsislik də edərək, müstəhəqqin haqqı verilməyən malı xeyir saymayın. Bəl şərrun ləhum. Ayət-i kərimə buyurur ki, əksinə onlar üçün şərdir. Onlar üçün xəsislik edib, müstəhəqqin haqqını, yəni kasıbın, fəqirin, miskinin, yetimin, yolda qalanın haqqını əda eləməyənin malının artması onun üçün xeyir deyil. Əslində onun üçün şərdir, zərərdir. Bəl huvə şərrun ləhum səyutavviqunə mə buxilu bihi yevməl qiyamə. Tezliklə xəsislik etdikləri şey qiyamət günü boyunlarının boyunduruğuna çevriləcəkdir. Buyurur ki, o xəsislik edib vermədikləri o müstəhəqqin haqqı həmin insanların boyunlarının boyunduruğuna çevirilər. Bu barədə Allah-u Teala qiyamət günündə deməli bizim verəcəyimiz hesab var. Malımızdan müstəhəqqin haqqını əda eləməməklə, zəkatı, xumsu, sədəqəni və infaqı yerinə yetirməməklə bizim boynumuzda, öz malımızda boynumuza keçəcək boyunduruq var. Allah Teala qiyamət günü ona görə bizə neyniyər? Hesab soruşar və əzab vədəsi verir bu barədə Həzrət Rasulullah. Allahın verdiyi nemətlər bu ayət-i kərimənin nəticəsində başa düşürük ki, Allah Teala'nın verdiyi nemətlər bir əmanətdir. Bizim mülkümüz deyil. Məlikəl mulk, o Allah'tır. Yəni mülkün sahibi, bizim də sahib olduğumuz mülkün sahibi Allah'tır. Biz bir əmanətçiyik. Biz qazandığımızın əslində və yaxud sərvətimizin bekçisiyik, gözətçisiyik. Ondan başqa bir şey deyilik. Biz gedərik, o gözətçi olduğumuz mal isə qalar. Biz malı qoruyarıq, amma mal bizi qorumaz. Əgər biz müstəhəqqin haqqını vermədiyimiz malın sadəcə zəhmət çəkib, gecələr yatmayıb, gündüzlər əziyyət çəkib onun gözətçisinə çevirilərik. Yəni ancaq fəhləsi olarıq, işçisi olarıq. Amma gözləsək ki, o mal bizi qoruyar, qorumaz. O malın bizi qorumaq ixtiyarı yoxdur. Çünki biz nə qədər ki onu Allah Teala'nın əmri yolunda xərcləmədiksə, o mal bizi qorumayacaq. O mal bizi qoruyar, o malı Allah yolunda xərcləyərsən. O malı Allah Teala'nın buyurduğu yolda xərcləyərsən. Bəli, o mal insanı qorumaq haqqına sahib olar. O mal əbədiləşər və insan dünyasını dəyişəndə də Allah yolunda xərclədiyi onunla bərabər gedər və onu qəbr əzabından da qoruyar, qiyamət günü də qoruyar. Amma o malı ki biz yalnız gözətçisi olmuşuq, onun işçisi olmuşuq, o bizi qorumayacaq.
Biz gedərik, o bizi tərk eləyər, başqalarına qismət olar. Başqaları ondan istifadə edir ya su istifadə edir. İndi o da məlumdur. O mənada Allah Taala'nın bizə verdikləri bir ilahi əmanətdir. Zəkat və digər maliyyə haqları haqqı vaxtında ödənilməlidir. Bu ayət-i kərimənin nəticəsi, yəni təfsirin nəticəsində belə çıxır. Xəsislik insanı dünya və axirətdə ziyana salandır. Həqiqi malik mülk sahibi Allahdır və insan da Allah Taala'ya cavabdehdir. Allah insanın gizli və aşkar bütün əməllərindən xəbərdardır. Allah Taala bizim etdiklərimiz hər bir işdən xəbərdardır. Bu mənada Allahın verdiyi izzətinə, cəlalına, bizə bəxş etdiklərindən elə onun yolunda infaq eləməyi hər birimizə nəsib eləsin. Allah Taala hər bir işdə, yediyimiz yeməkdə, hər bir hərəkətlərimizdə halal və haramı gözləməyi bizlərə nəsib eləsin. İmam Baqir əleyhissalamdan bir gün soruşdular ki, Yəbnə Rasulillah, biri soruşdu, bir sahabə soruşdu ki, mən əməlində zəif və süstəm. Müstəhəb oruç tutmaqda zəiflik eləyirəm, yəni müstəhəb əməllər yerinə yetirməyi çətinlik çəkirəm. Amma bir şey bilirəm ki, mən halal yeyirəm. Halal, haram qazanc boğazımdan keçirtmirəm. Həzrəti İmam onun cavabında belə buyurdu. Buyurdu ki, hansı ibadət yemək içməkdə və cinsi məsələlərdə haramdan çəkinməkdən üstündür? Hansı əməl ola bilər ki, o əməl daha üstün olsun ki, yemək içməyin haramlığın, halallığın gözləsin? Deməli, halal haramı gözləmək bütün əməllərdən üstündür. İmam buyurur, yəni insan evladı halalı haramı gözləyə bilsə, müstəhəb ibadətlərin hamısından üstündür. Vaciblərin yerinə yetirsin, Allah Taala'nın üzərimizdə qoyduğu haqqı, vacibi ibadətləri yerinə yetirə və bir də halal və haramı gözləməklə inşallah Allah Taala fəlaha yetişdirər, o bəndəsini, yəni nicata yetişdirər və inşallah Allah Taala bizləri də nicat tapan bəndələrindən qərar versin. Allah Taala'nın üzərimizə qoyduğu haqları yerinə yetirməyi nəsib eləsin. O haqq odur ki, elə insanların haqqıdır. Malımızdan, var dövlətimizdən zəkatını, xumsunu, sədəqəsini, infaqını, müstəhəqlərin haqlarını əda eləməyi hər birimizə nəsib eləsin. Allahın və insanların haqqı ilə bizləri bu dünyadan köçürməsin inşallah. O niyyətə və İmam Zaman ağanın salamatçılığı və zuhuru təcilinə Peyğəmbər, Ali Peyğəmbərə salavat zikr edək. Allahümmə salli ala Muhammedin və ali Muhammed. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus saməd, ləm yəlid və ləm yulad və ləm yəkul lehu kufuvan əhəd. Sadaqallahul aliyyul azim.